Sosial şəbəkələrdə 1932-ci ildən 2017-ci ilə qədər doğulmuş vətəndaşlara Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1000 manat ödəniş edəcəyi barədə yayılmış məlumatlar tamamilə yalandır. Doğru Xəbər Azərbaycan bildirir ki, bu barədə fondun İctimaiyyətlə Əlaqələr Departamentinin müdiri Rəşad Mehdili sosial şəbəkə hesabında bildirib, qurum rəsmisi qeyd edib ki, yayılmış video məlumat vətəndaşları aldatmaq məqsədi daşıyır. Məlumatda rəsmi siyahı və s. tanış olmaq üçün izləyicilər profildəki linkə yönləndirilir. Bu da dələduzluq yolu ilə onların kart məlumatlarını nəticədə pul vəsaitlərini ələ keçirmək məqsədi daşıya bilər. Vətəndaşların diqqətinə çatdırırıq. Həmin saxta məlumata aldanmayın və məlumatda yönləndirilən linkə heç bir halda daxil olmayın deyə Mehdili vurğulayıb.